Yeni vlogumuza hoş gelmişsiniz kızlarım. Bugün biz Aliya, onun eşi Vlad, mən və Bəxtiyar birlikdə kahvaltı eləmək üçün Alanya'nın tam mərkəzində Kırmızı Kalenin yanında yerləşən və tarixsel bir kahvaltı sunan, yəni Alanya yöresinə özəl olan bir kahvaltı sunan Emine Bar restoranına getmişdik və gördüyünüz kimi yanındakı evlər olsun, ümumiyyətlə restoranın özünün quruluşu olsun, çox belə yöresəldir, traditional bir yerdir. Və biz burada bu masanın ətrafında bilsəz necə maraqlı söhbətlər eləmişik. Ümumiyyətlə mənim ən çox sevdiyim özəlliklərdən biri, bilirsiniz ki, Aliya da YouTuberdır və onun eşi onu necə dəstəkləyir. Həmçinin Bəxtiyar da məni çox dəstəkləyir. Yəni tutaq ki, onlar orada kahvaltı masası hazırlana qədər biz rahat Aliya ilə getdik, kadrları çəkdik. Bəzən elə insanlar var ki, onların baxışlarından və yaxud da ki, orada huzursuz olduqlarını belirtmələrindən insan özü də narahat olur və rahat heç öz kontentini çəkə bilmir. Amma nə şanslıyıq ki, bizim eşlərimiz həqiqətən də bizi dəstəkləyir və bunu artıq normal hal kimi qəbullanırlar və məncə ən önəmli şey həyatda elə sənin peşəni, sənin sevdiyin işi, fərqi yoxdur, hobbini eşinin dəstəkləməsidir. Rahat video çəkmək deyərkən həmçinin bir mövzu ağlıma gəlir ki, və bunu sizlə də paylaşmaq istəyirəm. Amma bunu həm də sual olaraq sizə ünvanlamaq istəyirəm. Yorumlarda yazın mütləq. Bu arada əvvəlcə diqqətinizi buradakı çox şirin pişiyə çəkmək istəyirəm. Baxın, kişinin balıq tutmağını gözləyir ki, o da öz naharını götürsün. İndi isə sualımı verim sizə. Deməli, bəzi insanlar düşünür ki, əgər harasa gəzməyə getmisənsə, hansısa bir önəmli an yaşayırsansa, orada şəkil, video və yaxud da nə bilim, necəsə bir şəkildə kadrı alanda sən anın dadını qaçırmış olursun. Bunu sizə də sual olaraq yönləndirirəm. Mütləq yorumlarda cavablarınızı yazın. Mən düşünürəm ki, amma əksinə, tutaq ki, mən o günü yaşayanda onsuz da çox gözəl hisslər içində oluram, çox gözəl, pozitiv enerjide oluram. Düşünün, bu kadrlar mənim qalereyamda qalır və günlər keçir, mən yenə də bu qalereyada açıram kadrları, editləyirəm. Editləyəndə bir dəfə baxıram, səsləndirmədə bir dəfə baxıram. İnana bilməzsiniz ki, hələ bir həftə keçməyib bu kadrlar mənə necə pozitiv enerjini təkrar yaşadır. Bir neçə ay, bir neçə ildən sonra bu kadrlara baxanda daha da gözəl hiss etdirəcək və heç də mən düşünmürəm ki, anın dadını çıxarmağa mane olur. Qızlar, burada görəcəyiniz kadrlarda görəcəyiniz kosmetikalar Gratis'in öz markası olan Biolis markasının çıxardığı Love serisidir. Siz bunları Trendyoldan da əldə edə bilərsiniz. Düşünürəm, Azərbaycanda kosmetika mağazalarında yoxdur bu marka, amma Gratis'in öz markası olmasına rəğmən də Trendyolda da bütün ürünlərinə baxa bilərsiniz. Biolis'in Fan serisi adətən hansısa bir bayram, hansısa bir ayın tematik gününə özəl olaraq müxtəlif ürünlər tez-tez dəyişdirir, çıxardır. Çox fərqli. Yəni məsələn mən bu serisinə bayıldım. Düzdür, mənim bu tonlarda makyaj malzemələrim olduğu üçün almadım, əldə etmədim, amma siz məsələn yeni makyaj etmək istəyirsinizsə, hətta tələbəsinizsə, çox uyğun qiymətli olduğu üçün önərirəm. Həm də baxacaqsınız, qablaşdırmasından zövq alacaqsınız. Məncə çox qız neşəsi daşıyır. Mənə görə şəxsən artıq link vermə və necə deyim, tutaq ki, kod yazmaq biraz yorucu olur. Yəni məncə həm izləyicilər üçün, tutaq ki, həm də paylaşan insan üçün. Siz elə direkt buradan screenshot alıb, bilirsiniz də Trendyolda belə bir özəlliyi var, fotoğrafla axtara bilirsiniz. Özəlliklə yəni konkret kosmetik ürünlərdirsə rahatlıqla tapa biləcəksiniz. İndi geyimdə biraz bu çətin ola bilər. Yağışlı havadan sonra çox gözəl, təmiz havada gəzdim özüm üçün. Çox yaxşı təsir elədi mənə və özümlə me time elədim. Özüm üçün lotus cheesecake və çay sifariş elədim. Keyfini çıxara yedim. Həm də çəkdiyim kadrları Aliya ilə mənim səhifəm üçün editlədim. Direkt ona göndərdim, o da paylaşdı. Sizə göstərməsəm də evə mağazasına girmişdim. Bitənlər və ehtiyacım olanları almışam burada. Belə bir, əslində bu blush paleti olaraq gedir. Sadəcə zərli olduğu üçün mən zərli blush istifadə etməsəm də bu tonlarda göz kölgələrim yox idi. Yəni zərli olan bu tonlarda çox bəyəndim və mən toz ürünlər daha çox sevirəm.
tonal kremim. Çox məxmər kimi durur üzdə o tonal krem. Bu çərçivələmək üçün 2 dənə gördüyünüz dodaq karandaşını aldım. Biri heç vaxt yoxlamadığım, məncə səhv eləmirəmsə o da Eve'nin öz markasıdır. Necə ki gratis var, başqa bir kozmetik mağazanın adı da Eve'dir. O yəqin ki onun öz markasıdır. Burada karandaşın markasının adı Beauty Girl'dur. Nömrəsini də gördünüz. Bu da Emily'dir. Onun da nömrəsini göstərdim sizə. Tonlarına baxın. Biri daha Çəhrayının tün tonlardır, biri də nar çiçəyi tonuydu. Burada Bəxtiyarla danışıram. O mənim bax sözümü çox sevir. Mənə deyir ki, təzədən denəm bax sözünü. Aliya ilə birlikdə olan pilates dərsimizdən sonra kahve içməyə gedirik. Bura elə bir kafedir ki, həm də kahvaltılıq menyuları var. Və biz görürük ki, orada 2 dənə aç pişik var. Getdik kafe sahibinə dedik ki, bəs bizə ya salam, ya da ki, nə bilim, süd verin. Biz onları bəsləyək də, yəni ödənişini sonra bizim sifarişlərə əlavə eləyərsiniz. Onlar da deyirlər ki, nə ödəniş? Biz sizə gətirəcəyik, siz onları doyunca bəsləyərsiniz. Hey boy. Geleyim mi? Biz Bəxtiyarla fitnesə həftədə 2 dəfə gedirik və həftədə bir fitnesimizdən sonra biz təzə kəşf elədiyimiz və əti çox sağlıqlı olan, həqiqətən də çox keyfiyyətli olan bir dönərciyə gedirik. Orada mən öz kafama görə bir bovul düşünmüşəm və xahiş edirəm mənim üçün hazırlayırlar. Deməli sadəcə ət və tərəvəzlər, hətta brokoli belə qoyurlar. Sağlam dönər yemiş oluram. Yəni protein. Fevralın 27-28-dən etibarən mən evin aurasını bahara uyğun təmizləməyə, yeniliklər eləməyə, qəşəng rənglər qatmağa başladım və burada sizinlə çox maraqlı bir aktivitə paylaşmaq istəyirəm. İstədiyiniz bir adult coloring page Pinterestdən tapandan sonra tam mərkəzindən, baxın sizə göstərəcəm, tam mərkəzindən yarıya bölün. Bu sizin qadın və kişinin fərqli dünyasını yansıdacaq bir aktiviteniz olacaq. Hərəniz ayrı-ayrı bir-birinizdən xəbərsiz rəngləməyə başlayın və sonda birləşdirin. Məncə çox maraqlı bir görüntü olur və fərqləri görmək həm də adama ləzzət eləyir. Növbəti vloqlarda görüşənədək.